Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə hər Ramazanda olduğu kimi bu ildə hazırladığım xırda küftələrlə sulu yeməyi necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa keçək hazırlamağa. Ancaq öncə hamınızı Ramazan münasibəti ilə ürəkdən təbrik edirəm və hamınıza bu aydan xeyirlə çıxmağı arzu edirəm. İndi isə bu cür yağlı dana ətinin, körpə dana ətinin üzərinə bir ədəd çəkilmiş soğanı videoda göstərdiyim qaydada, yəni tam sıxmıram, sadəcə suyunu bir balaca sıxaraq soğanları ətin üzərinə əlavə edirəm. Gördüyünüz kimi xeyləm suyu çıxdı və bunu bir kənara qoyuram suyunu və indi köftəmizə xırda köftəlik bulgur əlavə edirəm. Yəni arzu edənlər yumru düyü də əlavə edə bilərsiniz və üzərinə ədviyyat olaraq duz, istiot əlavə edirəm. Arzu etdiyiniz ədviyyatlardan əlavə edə bilərsiniz. Və üzərinə bir ədəd də ancaq yumurtanın sarısını əlavə edirəm və bunlar tam həll qarışana qədər yaxşıca qarışdırıram. Mən kadrda qaşıqla qarışdırsam da kadr arxası əlimlə yaxşıca ətimizi yoğurmuşam. Yəni mütləq yoğurma işini yaxşı etməliyik ki, yeməyimizi bişirərkən küftələrimiz açılmasın. Artıq gördüyünüz kimi ətimiz çox gözəl qarışıb, hazırdır. Və indi ətimizdən xırda küftələr tuturam. Arzu edənlər ətə göyərti də əlavə edə bilərsiniz, nanə qurusu da əlavə edə bilərsiniz. Yəni bunlar hamısı sizin öz ağız dadınıza uyğun olaraq yəni əlavələr edə bilərsiniz. Mən adətən bu küftələrə 11 tərəvəz adlı Galina Blankanın ədviyyatından da əlavə edirdim. Ancaq hal-hazırda evdə olmadığına görə əlavə etməmişəm. Ancaq əgər sizdə evdə varsa, mütləq əlavə etməyi tövsiyə edirəm. Gördüyünüz kimi artıq mən küftələri, yəni çox da xırda olmayan ölçülərdə hazırladım və indi soyuducuya göndərirəm ki, küftələr bir balaca özünü tutsun. Hardasa bir 15 dəqiqə sonra tavanı qazın üzərinə qoyuram. Tavamız yaxşı isindikdən sonra kərə yağını əlavə edirəm və yağımız tam əridikdən sonra xırda-xırda doğradığım bir baş soğanı əlavə edirəm. Və soğana görə azacıq duz əlavə edirəm. Ədviyyat mən istiot əlavə etmirəm, ancaq arzu edənlər istiot da əlavə edə bilərsiniz. Və soğanları qızartmıram. İndi videoda görəcəyiniz qaydada da sadəcə bir balaca soğanlar öldükdən sonra, yəni çiğ getdikdən sonra buzluqdan çıxartdığım, yəni hardasa bir 15-20 dəqiqə idi buzluqdaydı. Küftələri əlavə edirəm və ikisini birlikdə qovururam. Gördüyünüz kimi artıq küftələrimiz hər üzü bir balaca qızarıb, yəni çox qızartmağa ehtiyac deyil. Və 2 ədəd qabığı soyulmuş, rəndədən keçmiş pomidoru əlavə edirəm. Əgər əlinizin altında pomidor olmasa, tomat pastasından da istifadə edə bilərsiniz. Yəni tomat pastasını əlavə edirik və tam yağa düşənə qədər yaxşıca qarışdırırıq ki, mədəmizdə yanma qıcqırma olmasın. Yəni mən də eyni qaydada pomidoru tam suyu çəkilib yağa düşənə qədər gördüyünüz kimi qovururam. Və indi üzərinə bir 150 ml qədər soyuq su, mütləq soyuq su əlavə edirik ki, yeməyimizin rəngi gözəl olsun. Yəni istər tomat, istər pomidor olanda rəngi qaralmasın. Yəni gördüyünüz kimi gözəl rəngdə qalsın. Və öncədən bişirib dondurucuda hər zaman saxladığım noxud hər zaman mənim köməyimə çatır. Və yeməyimizə noxudu da əlavə edirəm. Əgər hazırlamırsınızsa, mütləq siz də hazırlayın. Həqiqətən adamın işini mətbəxdə çox yüngülləşdirir. Və 2 ədəd kartofu göstərdiyim qaydada, yəni xırda kublar şəklində doğramışam. Siz də öz zövqünüzə görə istədiyiniz formada doğraya bilərsiniz. Yeməyimizə əlavə edirəm və yeməyin suyunu öz zövqünüzə görə istər biraz
Yəni quru, istər biraz sulu formada hazırlaya bilərsiniz. Artıq yeməyimizə isti su əlavə edirəm. Yəni qaynar yeməyin üzərinə mütləq qaynar su əlavə edirik. Və gözləyirəm ki, kartoflarımız yaxşıca bişsin. Yeməyi tez-tez qarışdırmaq ehtiyat deyil. Mən bişənə qədər sadəcə yeməyimizi 2 dəfə qapağını açmışam. Yeməyimizi qeyd edim ki, minimum xoda qoymuşam. Qazın ən az xodunda, bu cür gür qaynamağına baxmayın. Yəni qazın çox az xodunda bişirirəm artıq və gözləyirəm ki, kartoflar tam həll bişsin. Mən burada yoxladım, videoda bunu çəkməmişəm. Kartoflar biraz mənə bərk gəldiyinə görə təkrar qapağı ağzına qoyuram və hardasa bir 5 dəqiqədə qaynadıqdan sonra artıq kartoflarımız yaxşı bişib və mən qazın altını söndürürəm. Əksər yeməklərdə olduğu kimi təkrar qapağını ağzına qoyuram və 10-15 dəqiqə ərzində qoyuram ki, yeməyimiz yaxşı dincəlsin. Mən bu cür yeməklərə göyərtini əlavə etməyi sevmirəm. Mütləq süfrəyə verərkən əlavə edirəm. Əgər siz sevirsinizsə, qazana əlavə edə bilərsiniz. Bu da dincəlmiş yeməyimizin görüntüsü. Və mən servis qabına bu halda, bu formada keşniş bir balaca səpdim. Siz də öz zövqünüzə görə servis edə bilərsiniz. Məndən bu qədər. Allah hər birinizin tutduğu orucları qəbul eləsin. Sağ olun, Allaha əmanət olun. Gələn videolarımda görüşənədək.